Çekelim. Hə, diyan, sakit ol. Hə, başla. Az gözüm sulandı. Mənim də gözüm sulandı. Hə, deməli. Danış. Hə, danış. Mən bir dənə samolyot göylə gedir, birdən qəzaya uğrayır samolyot. Düşür bir dənə adaya da. Orada düşəndən sonra hamısı qırılır samolyotda. 3 nəfər sağ qalır da. Bir gəmi kapitanı, Petuxdur, bir dənə də lyoç çəkdi da. Bunlar düşürlər adaya da ki, sağ-salamat çıxmaq üçün gedək də, görəyim nə olacaq da. Gedirlər, bir də əjdaha çıxır qabaqlarına. Əjdaha deyir ki, 300-də yiyəcəm. Bir şərtlə yemirəm ki, hərə öz sənəti ilə bu mənim dəsmalını atır qabağa ki, bunu qaldırsın da. Lyoçik deyir ki, hə, problem yoxdur da. Tutur belə, deyir ki, samolyotdur da, düzəldirəm bunu. Gözlüyü ki, qalxmır da. Əjdaha tutur bunu yeyir, deyir ki, qalxmalı da. Ondan sonra gəlir gəmi kapitanı, bunu belə edir ki, bir dənə gəmi düzəldir, bəlkə qalxacaq. Görür, bu da qalxmalı, əjdaha tutur bunu da yeyir də. Petuq da gəlir ki, əşi necə yəni, 20 ildir mən qaldırmağından yoxsulandım.